Salam yoldaşlar, hər bir salamlayıram. Bugünkü mövzumuzda Network Policy və Port Forward haqqında danışacağıq. İlk olaraq Network Policy danışaq və Network Policy imtahan düşən suallardan biridir. Həm CİQA-da, həm də CİQA-S mövzularındandır. Network Policy haqqında danışarkən gəlin şəkil üzərinə izah edək. Bizim bir backend kodumuz var yoldaşlar. Buna biz iki dənə policy təyin edə bilərik. Yəni gəl gələn trafik və gedən trafik. Yəni buradan ingiliscə olaraq gələn trafik nizamlamaq istədikdə biz akses verə bilərik ki, ancaq frontenddən gələn trafik bu backenddə qəbul etsin 80-80 port üzərinə və buradan digərlərin hamısını bloklaya bilərik ki, fərqi yoxdur. Digər podlar və eksternal trafik, xaricdən gələn trafiklərdə pod üzərinə bloklaya bilərik. Bir də bir Y sistemimiz var ki, deməli bizim podun hara istəyə göndərəcəyini də təyin edə bilər ki, onlara da akseslərini verə bilir ki, haraya gedəndə denied etsin, haraya gedəndə akses versin. Məntiq itibarilə bu yoldaşlar. Deməli, ilk olaraq gəlir YAML strukturu üzərində danışaq. Ümumi basic bir YAML-dır. API versiyon count metadata hissəsini bilirik. Gəlir spekdən altda olan hissəni bir-bir izah edeyim və ondan sonra da bunlara uyğun bir dənə praktik edək. Ondan sonra executable tasklarımızı işləyək. Bir də ki port forwardını izah edək. Ondan sonra keçək, videonu bitirək. Artıq 2 dənə demək olar ki, bundan sonra yəqin ki customizer-la help və son olaraq da cluster update və backup, etc backup mövzuları olar və Kubernetes keçirmək, Docker, yəni Kubernetdə konteynerlikdən Docker keçirməyi edərik və bununla da artıq bu mövzular bitər. Qismət olsa da bir simülator hazırlama fikrim var. Birə-bir eyni olsun yenə. Ondan sonra da istiyor. Daha sonra da GitLab CI/CD mövzularını keçərik. Amma bu GitLab CI/CD hissəsinə keçməmişdən əvvəl belə edərik ki, real bir dənə Kubernetes on-premise üzərindən bir proyekt götürərik. Onu Kubernetes'e deploy edirik. Okay. Həmin deploy hissəsini daha sonra avtomatlaşdırırıq ki, artıq yəni biz GitLab CI/CD'nin nə olduğunu tam başa düşək. Okay, hələ bu mövzuları tezlik gəlir bir-bir bunlar üzərinə izah edək. İlk olaraq pod selektor hissəsidir yoldaşlar. Pod selektor hissəsində bizim polisimiz hansı podlara təyin ediləcəyini pod selektor hissəsini edirik. Yəni biz buradan deyirik ki, label'ı app backend olan podlara bu altdakı olan polislər tətbiq olunsun. Altdakilərlə işimiz yox. Sadəcə bu hissəsi bir dənə diqqət yetirin ki, bizim artıq polisin hansı podlara təyin edəcəyimizi buradan təsdiq edirik ki, ancaq bu label'a malik olan podlar da bu istifadə oluna bilsin. Burada bir neçə də label'da istifadə edə bilərsiniz, amma hələ ki basic cəhətdən bu YAML strukturunu götürüb bəsimizdir. Daha sonra ikinci hissəndə polis tiplərimiz var yoldaşlar. Polis tiplərində ingress və egress hissələrimiz var. Ingress odur ki, gələn trafik, egress odur ki, gedən trafik. Yəni biz gedən və gələn trafikə yəni polislər təyin edirik, burada deyirik. Yəni burada ikisini də eyni vaxt təyin edə bilərik və təkli-təkli təyin etmək olar. Amma elə ikisini bir manifestdə yazmaq daha yaxşıdır, nəinki bir-birini ayrı manifestdə yazmaq. Okay. Sadəcə gələn və gedən trafiki buradan elə ingressdən artıq gələn trafik, egressdən isə çıxan trafiki bunun üzərindən nizamlayırıq. Daha sonra növbəti hissəmizdə artıq spekin altında olan bu bizim hansı belə deyək ki, bu ingressdə ola bilər, egressdə ola bilər ki, artıq bizim podların hansı IP-dən gələn trafiki biz akses verib və ya denied etmək istəyiriksə, biz IP blocking yazırıq. IP block nədir ki, buradan görsəm ki, buradan səviyyələri verirəm ki, deyirəm ki 192.168.10/24 IP-sinə gələn bütün trafikə icazə ver. Amma accept elə, nəyə icazə vermə? 192.168.100 IP-sindən gələn istənilən trafiki blokla ki, IP səviyyəsində bloklayır ki, hər hansı bu səviyyədən gələn trafik buna keçməsin. Ondan sonra davam eləyək. Namespace selektor üzərindən də biz nizamlaya bilərik ki, bizim namespace selektor üzərindən ancaq team frontend olan label'ı namespace'dən içindəki namespace'i belə deyək ki, ancaq bu namespace, bu label'da olan namespace'ləri deməli istəyi icazə veririk. Ancaq buradan gələn, bu namespace'dən gələn trafikə icazə verir. Yəni team frontend yazılıb bizdə defaultda on-premise'dən istifadə olunanda defaultda Kubernetes'in öz adı ilə gəlir. Amma hal-hazırda burada team kimi göstərilib. Ondan sonra
Pod selektor hissəsində pod selektor hissəsində nedir yoldaşlar? Pod selektor hissəsində hansı labelli podların trafikə gələcəyin və gedəcəyini təyin edə bilir ki, buradan baxıram ki, deyirəm ki, gələn trafik bu pod üzərindən app backend modlarına ancaq app frontdan gələn sitələr qəbul olunsun deyirik ki, bunun üzərinə ancaq gəlir və digərləri hamısı blokun olacaq və digərləri istifadə olunmayacaq. Ancaq görürsünüz ki, buradan icazə veriləcək. Digərləri isə bloklanacaq. Bunda da burada birebir də olaraq göstərilib. Ancaq frontdan gələn sitələr bura keçə bilər. Artıq sitələr bura keçənməz. Bunların hər birisi də Y-ə aiddir ki, çıxış profilində də eyni manifestlərindən istifadə edirik. Bir də network policy'mizdə port hissəsi var ki, buradan port hissəsində artıq hansı port üzərindən əlaqə qurulacağı göstəririk. Misal burada tək port yazanda mən 80 portuna əlaqə qurmaq istəyirəm. Bir neçə port yazmaq istəyirəmsə, misal node port üzərindən nələr üzərindən əlaqə qura bilər? Deyirəm ki, misal 3200 portundan başlasın. 3270 768 32007 deməli 32000 IP-sindən başlasın. 32768 IP-sinə qədər trafikə icazə verilsin. Portlardan istə gələ bilər, amma digər portlardan istə gələ bilməz. YouTube portu da burada yaza bilərik yine. Ondan sonra başqa burada başqa heç nə. Gəl bir dənə praktik eləyək. Deməli biz buradan gələk terminalımızı açaq. Okey. Deməli yoldaşlar, gəlsək biz buradan bir misal yazacağım. Görmürəm sistem burada nəsə var mı? Maşallah hər deyilsən var. Erim dire elif bir nöqtə yaman. Sonu silsək. Okey, belə yaxşı məncə. Erim dire elif bu DevOps listəsində silək, fixi silək. Okey, buradan da bir nöqtə saçı da silək. Okey. Buranı temizleyək. Ondan sonra biz vim praktika nöqtə yaml yazıb gələk bunun içine girək. Buradan biz nə edəcəyik yoldaşlar? Məndə deməli bu hissədə bir dənə deployment və service var. Bunu expose edib. Buradan da deployment var. Bir dənə service var. Expose edib. İndi biz bunların podlar səviyyəsində bir-birlərini bloklaya və yarada bilərsiniz. Belə deyə bilərik. Cəhətdən deyə bilərik ki, bu hicətdən. Burada hazır praktika düzdür var. Manifest fayl üzərində qurulub. Gələcək bunları götürək. Bunu yapışdırıyorum. Bunu da yapıştıraq. Okey. Ondan sonra copy create praktika nöqtə yaml. Okey, bunlar yarandı. Gələcək policy manifestlərin üzərindən bir izah edək. Bunu götürək. Deməli, bunu götürək gələk nə? Bura vim 2 nöqtə yaml, 2 nöqtə yaml. Bunu da t nöqtə yaml yazaq. Yapışdıraq bura. Okey. Deməli burada biz nə deyirik yoldaşlar? Adını qoymuş, bunların işim yox. Deyirəm ki, app frontend olan label podlara polis təyin edirəm. Və burada deyirəm ki, mən deməli buradan frontend spec the container nginx olan bu deployment dax. Bir dəqiqə deyəm. Fikir vermədim. Mesela burada şey diyor. Bunlar deployment dax. Bunu götürməmişəm. Bunu deyirəm, baxıram. Üzr istəyir. Ez gülməli oldu. Deməli burada backend polisimiz var. Deyirəm ki, app backend label olan podlara polis təyin edirəm. Və burada deyirəm ki, gələn trafik nizamlayaq burada. Və deyirəm ki, labelu app frontend olan, yəni labelu olan podlara access ver, digər podlara access vermə. Gəz bunu yaradaq. Okey. Code stil create t nöqtə. Bundan əvvəl nəsə şey göstərək.
Değil get pod. Bu da default namespace yani okey. Evet bu podun içine girək. Değil exec. Dire interaktif terminal. Ve terminal. Hmm, frontend'e girək. Ki bizden oradan ancaq şey istəyirdi. Slash 1005. Okey. Buradan bir tane ama belə edə bilərik ki bizim değil get pod. Okey. Değil get svc. Deməli frontend'in backend'in portu budur. Okey. Gəlsəm mən buradan kurul açsam. Bura çıxacaq indi istek. Çünki hər hazırda heç bir polis təyin etməmişəm və icazə verilir. İndi belə edək ki, mən gəlsəm bir dənə fərqli də pod yaratsam, stil, run, P1 adında pod yaratsam. P1 adında pod yaradım. İçindən nə edək? Kurul olması üçün direkt Optimize'den istifadə edək. Web get pod. Bir tane bu P1 podu yer alsam. Bunda içinde yok idi. Ona göre dayanacaq o. Onu da bileliyik değil. Ben bunu sileyim. Delete pod P1 sileyim bunu. Ben sadece buradan running eləyəndə buradan tire yani deməli command hissəsində tire yaza bilərəm ki sileyip misal 6000 yazaq və get pod running oldu. Gələk indi girək değil exec interaktif terminal podun adı P1'dir. Dire slash 1005. Ne? 1005 yoktu ki. Okay. Neyse indi kurulataq yoldaşlar. Nəyə kurulataq? Bizdə nə kurulatmalıydıq? Backend'in IP'si budur. Okay. Heç kurul da yoxdur bu da. Kurul yoxsa biz aslında kurul olmalıdır axında. Lap ping də ata biliriz. Bunda ping də yoxdur mu? Ping ataq elə bu IP'yə. Şimdi biraz karma karışık oldu. Ben eksik yazıp çıkın buradan. Değil. Get svc ki kurul yazsam neye? Backend'e. Çıkır buradan trafik. İndi biz hazırda hiçbir polis təyin eləməmişik. Burada polis təyin eləməmiş üçün aslında biz daha sil get pod değil exec interaktif terminal podun adı P1'dir. Deməli hansı slash 1000 slash aslında biz Ubuntu image'i de kaldırabilirdik. Onun içine girebilirdim ama ihtiyaç yok. Bu neydi? Bu backend'in portunu hepsini bir tane kuruladım. Kurul yok idi. Bak belə də ekstizdən çıxan Ubuntu işləyim. Ondan sonra kursiyer get pod. Deməli kursiyer run
P2 adında bir tane kod yazdım. Tire means beraberdir. Ubuntu tire command tire sleep sub 3000 yazıram. Diye git bot tire bot. Yani kalsın. Ben fazla verip gəlirəm. Deməli yoldaşlar orada qalmışdı. Running oldu. Değil. Eksik. Interaktif terminal. Page buna geliyor. Slash in 5. Okey. Kurulata. Niye kurulata onda da? İşte bunu yükleyle. Bitti. Bitti. Install. Kurul. Tireyi. Tek edeyim ben. Beynim o kadar yani. Böyle bir şey yok da. Dedim böyle şey. Okey. Gəlin gidin işte. Apt install go iyi. Şimdi Ubuntu'nun içinde hiçbir kendi içinde kurulmalıydı. Çok moral oldu. Bir tane kurul paketi bu kadar hiç içmemeli. Ne git yüklendi. Bazı verim yüklense video çok zor olmasın. Devam edelim yoldaşlar. Deməli indi Windows scroll atsam. Okey, görürəm ki buradan cavab çıxardır mənə. İndi mən gəlsəm polisimizi təyin eləmişdi. Burada da bir dənə konteyner içində deməli. Okey, kurul atsım gedir indi. Gəlsə bunu bax terminala bağlayaq. Bir dənə elə normal terminalda açaq. Yəni də. Okey. İndi elə istəsəm biz copy create t.yaman create oldu. İndi gəlsək kurul atsaq. Artıq istək gəlməyəcək. Çünki polis ilə blokladı. İndi amma gəlsəm mən. İndi gəlsəm. X yazsam. Çıxsam buradan. Stil get code. Okey. Deməli stil exec interaktif terminal. Kodumuzun adını yazaq. Frontend access vermişdi amma. Slash bin 2005 olmalı bunda. Okey. Kurul. Ama bu izinli. Kurul.
İngilizce içində kurullar senin içində yoxdur. Çox qəribə deyil, çox ito gəldi adama. İndi kurulatsam. Buradan istəyə gedəcək. Sadəcə biz belə etdik ki, hə, əslində bunu bir dənə qəşəng şəklini çəkib göstərməli idim ki, mən daha qəşəng olsun. Sadəcə istəyirsiniz baxsam buradan belə etdik ki, elə imtahanı da birə-bir belə düşür. Pikpen alsam icra eləsəm daha yaxşı olardı. Yəni açılsın. Okey. Gələ bunu sürüşdürək bura. 2-1 o Y hissəsini göstərəndə o şəklini çəkim tam rahat başa düşə biləcəksiniz. Deməli gəldim buradan. Bizdə 2 dənə burada pod var. Okey. Buradan adlarını da yazalım. Buradan misal yazaq ki frontend, bu da backend. Okey. Buradan bura istək atanda gedir. Default olanda buradan da gedir. Okey. İki tərəfli istək gedir və gəlir. Və üçüncü tərəfdən də istək olanda üçüncü tərəfdən də bir dənə seçək. Misal üçüncü tərəfə bir dənə pod yaradaq. Gəlsəm bunun da üzərindən də artıq bu backend-ə istək gedir. Biz amma qrup polisini yazanda deyirik ki, burada yazdıq ki, dedim ki, backend-ə ancaq frontend üzərindən gələn istəyi göndər. Yəni ki, buradan elə belə xətlə gəlsəm. Dedim ki, ancaq buradan bir dənə x at. Yəni bura yox, fərqli istənilən bir yerdən istəyirsə, backend-ə istək getməsin. Bunu blokladıq. İndi birdən də belə bir şey edə bilərik ki, birdən də belə bir şey edərik ki, mənim backend-dən gedən istəyim ancaq fronta getsin. Bura istək gedənməsin ki, hal-hazırda bura kurul gedir. Gəl şimdi bunu edək. İkinci manifesti götüreyim burada. Bir listesi de burada. Əslində, hə, buradan fronta yazılıb. Bunu lap dəyişərik biz. Deməli, exit yazı çıxır buradan. Yoxsa buradan hazır şeyin içində varmı? Okey. Bir yazım. Buradan r.yaml yazıram. Yapışdıraq bunu. Və mən deyirəm ki, hansı botlara əhatə olunsun? Backend'in botlarına. Backend botlarına, çıxış portlarına nəyə nizamla? Ancaq hara istək getsin? Frontdan ancaq istək gedə bilsin. Okey, 80 port üzərinə fırlatdım. İndi gələk biz deməli ilk gələk nəyə? Exit yazaq, buradan çıxaq. Exit yazaq çıxaq buradan. Sadəcə buradan deməli git pod yazaq. Buradan backend'in keçək konteynerin içinə. Backend'in içinə gedək. Keçdik. Buradan istək ataq nəyə? Deməli buradan baxsam kubestil get svc. Okey. Deməli buradan mən hal-hazırda deməli lap neydə ancaq fronta gedənə biz istək atacaq. İndi gedəcək ki, orada da hilə etdik. Etmədik. O yamlı yaratdıq mı biz? Bax, o yamalı hələ ki mən create eləməmişəm. Create eləməmişəm. Bir dənə yoxlayaq. Kuru. Buradan atam listə gedəcək. Okey. İndi biz belə edək ki, bir dənə fərqli pod yaradaq.
Ancaq deyək ki, həmin poda istəyə ata bilsin pek. Fronta istəyə atamasa, random belə bir şey eləyəmsən. Ya da elə frontda üzərində hazır YAML-ımız var. YAML üzərindən keçsin. Elə bu şəkil üzərinə izah edeyim ki, belə də ki, bizim istəyimiz backenddə ancaq fronta istəyə ata bilsin. Yəni digər podlara istəyə ata bilməsin, kurl ata bilməsin ümumiyyətlə. Gələk biz burada elədiyimiz manifesti götürək. İstəyir create div bir nöqtə YAML polisini də yaratdıq. İndi gəlsək buradan kurl atsam fronta servisinə. Okey. Bunun üzerine site gideceği bir servis üzerine. Güzel. Get portfolio white yazar. Deməli, indi belə edək ki biz. Belə edək ki biz. Bizim buradan P1 P2 podun bir dənə istəyə ata IP-sinə. Artıq istəyə getməyəcək görürsünüz. Amma gəlsəm frontun IP-sinə istəyə atsam. Trafikin getdiyini görürəm. Yəni ki, buradan artıq çıxış trafikini də nizamladıq ki, hər hansı çıxan trafikdə seçili adresi gedə bilsin. Ondan başqa yerə o kod aksesi təyin edə bilməsin. Yəni bunu tam secure edirik ki, bunun həm gələn istəkləri, həm də gedən istəklərdə konkret security təyin etdik ki, arada seçili təyin etdiyimiz podlara bunu edə bilərik label üzərinə, bunu edə bilərik namespace üzərinə, bunu edə bilərik IP üzərinə ki, slaytda da bir-birini bundan danışmışdıq. Bu polis səsidir yoldaşlar. Elə çox da dərinə getməyək. Bu executable tasklarımız olacaq. Onunla video bir xeyli uzun olacaq. Buranı hələ saxlayaq. Network polisi hələ ki bura qədər. Bir də bizim port forwardingimiz var. Port forwarding nədir yoldaşlar? Port forwarding odur ki, biz belə deyək ki, bizim clusterımız var. Burada konfigurasiyadır. Okey. Hal-hazırda mən master üzərinə qoşulmuşam. Gəlsəm ki, mən başqa bir dənə maşının üzərinə qoşulsam və indi elə özüm göstərəcəm şəkildə öz Windows maşınımdan qoşulmaq istəsəm bura qoşulacam. Amma ki, mən bu servisləri görmək, bu idarə eləmək, yəni belə deyək ki, bizim bəzi podlarımız ola bilər ki, onun qoyu ekranını nəsə düzəltməyə lazım olsun da desktopunda. Misal ola bilər Nexus, misal ola bilər Jenkins, misal ola bilər GitLab, fərqi yoxdur. Bunu idarə eləmək üçün gərək ora qoşulmaq lazımdır, düzdürmü? Onu necə edə bilərik? Bizim IP-mizi yönləndirərik ki, bizim IP-mizdən oradakı servisə yönləndir. Yəni oranın servisin bizim IP-miz üzərindən forwarding edir ki, görsənsin. Yəni belə deyək ki, misal Jenkins elə Jenkins nümunəsini edəcək. Jenkins siyasi toollarından biridir. Onun qoyu ekranla olur ki, biz siyasi pipeline-lar yazırıq, onu avtomatlaşdırırıq. Bunlar işim yox. Sadəcə biz o ekrana girmək üçün buradan port forwarding etməliyik ki, gəlib o ekranı görə bilək. Normalda mən buradan görə bilmərəm. Yəni ki, buradan belə yazsam, hal-hazırda mən master deyəm. Okay, normalda heç vaxt master olmursan. Amma gəlsəm burada misal PowerShell açsam, PowerShell-də belə bir ekranda mən heç nə görə bilmərəm ki, mən belə etməliyəm. Mənim IP-im üzərindən browserdən onun servisi artıq expose olunan servis gəlib görsənsin. Ki, mən Jenkins idarə edə bilim ekranı. Gəl indi bunu edək. Bunun üçün praktika üçün hazır buradan manifestimizdə şeylər də çox sadədir. Port forwarding edə bilirsiniz, servisi expose edə bilirsiniz ki, servis səviyyəsində və deployment-də birbaşa expose edə bilirsiniz. Amma elə birbaşa servisi expose eləmək daha yaxşıdır. Gələk buradan Jenkins bir dənə deployment götürək və hazır expose olunan bir dənə var buradan servis. Bunu götürək. Exit'e çıxaq buradan. Deməli vim y.yaml yazsam. Bunu yapıştırsam indi. Group stil create div y.yaml. Okay. Bu yarandı. Group stil get bot tribute. Bu yaranmağında olsun. Biz nə edək? Binispini götürək. Binispini. Mən buradan kopya edeyim. Nəyi kopya edeyim? Nöqtə kubun altında config faylın
Götürüm hara, bura atayım. Ki gedək keçən dərs elə dil yüklüdür hal-hazırda. Keçən dərs onda yükləmişdik. Yükləməmişsə necə yükləmək hardasa biz belə config dərsində izah etmişik onu necə yükləmək lazımdır. Oradan gedib baxa bilərsiniz. Gələk buradan niyə belə verəməyir? Ha, okey. Hazır ilə orada yazmışıq. 1141. Passwordumuzdan Novuzov 965. Okey, qoş olsun. Buradan hazır config faylımız var. Bu üstte onda köhnə fayllardır. Bunları sileyim. Çeşidi sileyim ki problem verməsin bizə. Okey, bu config götürüm atım bura. Gəlin buradan kubestil get put. Okey, konteynerimi görürəm və hal-hazırda hələ Jenkins running olmuyor. Bizə bu yüzden running olsun. Bir dənə gözləyək bu Jenkins running olsun. Deployment'i. O da hələ 104 saniyə. Biraz həcmi çoxdur Jenkins'in. Ona görə gec qalxır. Və sistem də biraz yavaş oldu. Qalxması biraz çətinləşir. Bu biraz qalxsın. Qalxınca bir dənə pauza vereyim. Okay, yoldaşlar running oldu. Şimdi bunu bir dənə saxlayaq. Və gəlirəm buradan. Adı ilə hazır burada nə edik? Jenkins ilə adı servisin. Sadəcə elə buradan komandanı da götürə bilərəm. Okey, yapıştıra buraya yoldaşlar. Burada deyirəm ki, forward ilə 80-80 pozun expose edir bura. Biz də deyirəm 80-80 pozun portun expose ilə yəni port forwarding elə nəyin bu servisin 80-80 portun ki, gəlib öz portumuzda burada browserimizdə göstərə bilsin. Gəlib mən buradan yazsam local host 3.80. Okey, görürəm ki Jenkins'in burada default sayfası açıldı. O açılsın. Okey, burada deyir ki passwordu at. Bundan sonra istəyəcək. Bunlar işim yox. Sadəcə biz cluster'da olan bir şeyi kubestil komandını icra edə bildiyimiz yerdə ki maşının IP-sini necə browserdə göstərmək lazımdır. Bunun üçün istifadə edirik. Bundan bir imtahanı suala düşmür, amma real müvənnətdə çox istifadə olunur. Ki cluster'ın daxilinə biz maşınlara girə bilmərik. Ümumiyyətlə girməyə icazə yoxdur. Öz təyin olunan kubestil config-i və komanda vasitəsilə belə port forwarding edib gəlib oradakı bu ekranları burada göstərə bilərik. Təbii ki, Jenkins olmasın. Bizim deploymentimiz front bir fayldır. Onu yoxlayırıq. Burada testing edirik ki, burada qaldırırıq və backenddir. Gəlib bir test eləmək üçün istifadə olunur. Bu da port forwarding hissəsidir yoldaşlar. Gəlin execute tool tastlara keçək. Ki video çox uzun olmasın. Artıq 35 dəqiqə var. Gələk buradan GitLab-ımıza. Deməli DevOps dərsləri. DevOps dərsləri bunu kopya edək. Gələk buradan temizləyək. Buranı temizləyək. Buranı temizləyək. İstəyək, get, belirləyək, delete, deploy, dire force, dire all. Click, istəyək, get pod. Delete, tip, boy, dire force, dire all. Get pod, delete pod,
tire force tire oldu. Bunları temizleyip ki mən də gəlib bunu dayandıram. Yönləndirmə dairəsində yükləmə eləməz. Bunu da saxlayaq. Okey. Git clone. Clone ile yollaştır. Seri DevOps dersleri. 3 Kubernetes. Change Directory. Deməli 19'a keçək. Kubernetes Network Policy. Slash node x test.sh s slash test.sh. Bu açılınca biz edək ikili terminal. Ay. Dəlik terminal keçək, bunu bağlayaq. Ki bundan sonra ikili terminal edək. Gərək mənə təzədən bunu elətdirə. Çətin yoxsa. Üstünü bir gidiyor, biri olanda. Ben bunun için diyeyim, ona göre bir attım. Gel bu kalksın. Kalkımdan pauza verelim. Deməli, gəliz başlayalım arkadaşlar. Deməli, iki solda deyil, in production namespace. Production namespace'ində frontend name'ində pod var. Frontend, backend və database. Deməli, podlar running deyib. Backend accept etki. Backend'i seçin trafiki. Front'a gələn istəklər qəbul olunsun. Data ondan sonra deyir accept elə TCP/5432 trafiki, backend modları. Deməli, node reservation trafik, frontend mod, create network policy yarat. Deyir ki, frontenddən backend'ə connectionlar olsun və frontenddən də database'ə istəklər. Connection isə blocking olsun. Yoxla. Frontenddən database'ə gələnlər blocking olduğunu yoxlaya. Gəliz yaradaq. Vim bir nöqtə YAML edək. Gəlirəm mən Kubernetes IO'ya. Kubernetes ya da Network Policy yazıram. Network Policy yazsam bəsdir. Network Policy. Gələk buradan hazır bir tane manifest failimiz var. Bunu götürək. Bunu buraya kadar götürsək bəs deyil. Buraya götürsək bəs deyil. Buraya kadar götürək. Okey, gələk buradan yapışdıraq. Bizdən 2 tane manifest istəyib. Bizdən IP blocking istəməyib. Bundan işim yox. Bunu temizleyeyim. Sistemir bizdən port key. Buradan addan işimiz yox. Namespace chatdən hansı namespace'də olsun? Deməli, production namespace'indədir. Production namespace'ində gələk ilk olaraq stil get code -n production namespace'ində show labels'ına baxalım. Show labels. Okey, label'larına baxım ki buradan role backend'i, buradan da role backend'i, role database şeyler istəyir. Okey, deməli adına uyğun bizdən ne istəyir? Gələk buradan
Vim'de bir YAML. Deməli buradan gəlirəm. Mən role insert. İlk olarak hansına biz bir tane name spesial network polisi yazırıq. Backend'e backend. Okay. Restiri hansı burası ile ki bizdə namespace'in konkret label yazmalıyıq. Aslında burada heç namespace istəmir. Bunu silək. Sadəcə post selektör hissəsindən role deməli frontenddən gələn istəklər qəbul olunsun. Hansı port üzrə 80 80 80 80 üzrə. Okay. Buranı bir dənə copying eləyək. Yapışdıra bura. İkincisi də yenə production namespace'ində hansı deyir ki frontenddən database'e istək getmə connection olsun. Bak. Və frontenddən database'e connection blok olsun. Deyir. Database'də istək getməsin. Ancaq backenddən istək gəlsin onda. Biz buradan database burada da yazırıq backenddən gələn 54 32 132 okay. Sil create bir nokta YAML. Ne oluyor da bu? Yeni hatta yaratmışlar ona göre. Okey. İşte de correct. Şimdi sola gidecek. Diyor ki deployment name'i frontend diye bu da birebir imkansız oldu. Bu da frontend name'i frontend namespace'inde deməli frontend deployment'i var. Deploy və backend'də də backend namespace'ində də backend deployment'i var. Create network policy ki connection etki frontend və backend bir-birinə azca əlaqə qura bilsin. Network policy yarat. Privilege traffic frontend və backend arasında əlaqə qura bilsin. Gəl şimdi bir dənə bunu göstəreyim. Bəs sizə bir dənə də şey göstərəcəm. Vim 2 nokta YAML yazaq. Yapıştıra bunu yoldaşlar. Bizdən hansı namespace istəyir? Ay. Bu təzədən qalxınca. Mesela biz bunun üzərindən işləyək. İngilis edək. Buradan IP blocking'dən bizim işimiz yoxdur. Egress də yoxdur bizdə. Bizdən hansı namespace'dən istəyir ki deyir create network policy frontend və backend deployment'dən network policy split ki traffic icazə verir frontend podlarına, backend podlarına gəlmək üçün. Onun üçün biz burada backend yazırıq. Backend namespace backend'in namespace'ini biz bu deployment backend'dən ona görə backend namespace'ini edirik.
Ki buradan rol hissəsində də gəlsəm, buradan label hissəsində də stil git ins tire show tire labels yazsam, gəlib buradan label'ın da git ins'in label'ı yox. Mənə hazırda git pod train backend'in label'ların podları lazımdır. Backend'in podunda crash olub özdə bu. Mənə bunun app backend label'ından istifadə edib bunu lazımdır. Yəni ki bizdə buradan şey istəmir. Bəlkə də dayandırdı, yandırdı, ona görə belə elədi. Buradan gəlsəm 2 nöqtə yanının içində məndən hansı label istəyir? App backend. Okay, ingress yazırıq. Bundan işim yox. Və burada mən nə etməliyəm? Buranı təmizləyirəm. Insert lab burada bir dənə hərf yazaq. Buradan sadəcə mən gəlib namespace-in label-ını götürməliyəm ki, o namespace-dən gələn ancaq icazə verilsin. Mənə frontend-in namespace-inin label lazımdır. Bunu götürürəm. Gəlirəm buradan bura. Insert edib buranı təmizləyib buranı yazsam. Frontend hissəsini götürsəm. Okay. Burada tema nədir? Prosta yoldaşlar. Burada app frontend yazdım. Mən buradan ikisini də təyin edəm. İmtahanda da sizdən ikisini istəyir. Həm bunu label namespace-in label cəhətdən, həm də ki pod label cəhətdən. Bu namespace-in bu label cəhətdən istifadə olunur. İkisi də bir yerdə istifadə olunsun. Və buradan port yazmayıb, amma cəhətdən 80-80 yazmamız yaxşıdır. Yəni ki oradan da 80-80 istifadə edib. Bunu yazmamız kifayətli bitir imtahanı sonunda. Sadəcə bu hissəni yazmam. Amma burada indi məndə bu executable task bunu or kimi görəcək. Defaultda mən belə deməmişdim. Bu ilk YAML fokusunda demişdim. Sadəcə bu executable yoxlamam bunu istəyir bizdən. Ancaq bu olandır. Digər olanda or prinsipini götürür. Ona görə istifadə oluna bilmir. İndi bunu eləyək. Stil create div 2 nöqtə YAML yaradaq. İstədək korrektorluq içək. Yəni deyim imtahanda siz də 2 dənə orada hissəsini yazmalısınız. Həm namespace-in label'ın, həm də ki podun label'ını yazmalısınız. Amma burada biri yazanda kifayətli. Gəlin IP blocking hissəsindən danışaq. Deyir ki production namespace-ində deployment name web app-dir. Okay. Traffic etki web app-dir. Network policy təyin ilə 80 portundan deməli config from 192.168.10.24-dən gələn network icazə verilsin. Traffic IP adres 192.168.10.50-dən isə blocking olsun. Sonra deyir yoxla, icazələri ver və s. Gələk buradan yenə vim 3.yaml yazam. Buradan bunu götürək, yapışdıraq bura. Buradan isə biz artıq bu hissələri siləcəyik. Okay. Buradan ilk hissədən gəlsəm, namespace hansı namespace-dir? Adlara ehtiyac yoxdur. Adları random ad yaza bilərsiniz. Production namespace-ində istəyir. Okay. Ondan sonra bu podların web app-nin label'ını götürmək lazımdır. Stil git pod tire role tire labels tire in production. Okay, label'ını götürüm. Role web app nədir? App web app-dir. Gözəl. Label'ı gəlirəm buradan insert edirəm. Deməli app web app gözəl. İngilis silə buna ehtiyac yoxdur. Bizdən hansı IP üzrə istəyir? Bizdən istədiyi deməli budur. Okay. Nə icazə verilməsin deyir bizə. Buna icazə verilməsin. Amma bunu /32 yazaq ki verilməsin. Buna
Heç belə yazsaq, belə yazanlar necə görə verəcəkmi? Stil create 3f 3 nokta yamul. Okey. Submit yazmaq vacibdir. İndi create eləsəm, okey. Gəlsəm, istəsəm. Əslində maraqlıdır. Bunu tez korrekt verməlidir. Bu qədər gözlədirsə deməli necə səhv elədik. Hə, portda hissəsində səhv eləmişəm. Port hissəsində mən nə yazmalıydım? 80 stir replace 3 force 3f 3 nöqtə yamul. Okey, istəyək sən növbəti suala. Bunu da edək yoldaşlar, bəsləmədə çox da şey eləməyək, çünki ikisini də orada elədik. Elə bu da əslində təkrar sual deyil, birə-bir imtahan sualdır. Bu da deyir yenə front-end deploymentində var, front-end namespace-ində bu deployment bu namespace-dədir. Deyir ki, trafik backend podları network policy-ilə icazə verir 8080 portundan gələn front-end podlarına front-end namespace-indən access icazə verilsin və bu trafik front namespace-indən blok olunsun. Digər namespace-dən gələn blok olsun. Namespace selektoruna təyin et. Aynı buradan yenə bir şey istəyir. Namespace selektorla istəyir. Amma yenə deyirəm, bu imtahanda imtahan sonunda həm siz namespace yazmalısınız, həm də pod label üzərində yazmalısınız ki, imtahan düz cavab versin. Gələk buradan vim 4.yaml yazaq. Gələk yenə bu manifesti götürək. Yapışdıraq ora. Buradan IP blok hissələrini silək. Silək. Gələk buradan namespace sisindən. Bizdə hansı namespace-ində istəyir? Backend namespace-indən gələn trafiki buradan rol zətdən yenə app backend olmalıdır səhvimsə istəyir get for 3 show labels train backend kodunu backend get point okey app'dir label'ı gələk buradan app backend düz yazmışıq. Gələk sadəcə buradan namespace frontun namespace'ini istəyir. Label'ın istəyir get ns show labels. Bizdən frontun label'ını götürək. Gələk buradan okey. Ben niye böyle götürdüm şeyi? İçine geliyor orada ile frontend yazmadım ben. Okey, bu label'ı bunu silək. Gəl göstərim məsələn. Burada məndə hansı label'sa, onun üzərinə onu da yazmalıydım. Misalını gəliz baxaq. Stil, get, pod, show, labels. Nəyin label'sı? Yine burada app labels idi orada. Sadəcə yenə göstəreyim. Front end yine dəqiqləşdirmək üçün baxaq. App front end label'dır. Okey. Buradan mən insert app etsəm. Port cəhətdən də 80 istəyir. 80 stil create 3f 4.yaml. Yəqin ki buradan yoxlayanda səhv verəcək. Korrekt verdi. Aslında güzeldir. Bu struktur yazılmalıdır ki yoldaşlar. Bax 2 dənə olmalı. Həm namespace label verməz, həm də pod üzərindən label'lar vermək lazım ki, düzgün versin ki, imtahanda bir 90 plus yığaq. Burada nə deyir? Network policy pod selektor üzərindən istəyir. Pod selektor eyni sualda çox da bu mövzuları işləmək artıq ikisi də qalsın sizə.
Bu da mövzumuz network polisi ilə port providing idi yoldaşlar. Port providingdən sual yoxdur, ona görə işləmirəm ki, o real environmentda çox istifadə olunur. Okey. Mövzumuz bu gün bu qədər idi. Həm də maraqlı mövzular idi. Həm də ki, birbaşa imtahan sualıdır. Əslində biz GKS-in də artıq mövzularına giriş elədik. Cəddən yaxşıdır. Nəsə çox videonu uzatmayın yoldaşlar. Artıq bizim maksimal 2-3 dərsimiz qalıb. 2 dərsimiz qalıb. Səhv eləmirəmsə, yəni 2 dənə dərs qalır. O dərslərdə görüşənə qədər Allah'a emanet olun.